Müştərinin şikayəti odur ki, paltarı yuyan suyu qızdırmır, təmiz yumur və çoxdandır belədir. Baxın, əgər paltar yuyan çoxdandır suyu qızdırmırsa, bunun 3 dənə problemi var. Yəni ki, bu sizə bunları yaşadacaq. Birinci, tok vurma olacaq. İkinci, təmiz yumayacaq. Üçüncü, paltar yuyanınızın içinə zirzibil, lil, mil, palçıqlanacaq. Çünki suyu qızdırır. Qızdırandan sonra o lillər zat hamısı kanalizasiyaya gedir. Amma qızdırmır, nə olur? Bunun bakın içinə yığılır. Ona görə suyu qızdırmırsa gözləmə ki, bugün, sabah, birisi gün pensiya, maaş, bayram qutarsın, o birisi gəlsin. Yox, vaxtında bunu düzəltdirmək lazımdır. Bu qardaş gildə gecikdirib, indi çıxardıram, içinə baxın. Gördünüz? Normalda yanında belə olmur. Amma bu şu gecikdiriblər, vaxtında düzəltdirməyiblər. Baxın, görürsünüz nə qədər lil, mil, qum yığılıb. İçinə baxın. Yəni, bunun içini görəndən sonra indi özünüz qərar verərsiniz. Düzəltdirmək istəyirsiniz, yoxsa yox. Xeyirli olsun.